Təm qazından hamamda çimərək 19 yaşında ölən oğlanın yanında 14 yaşında qız var dedilər. Və biz hər birimiz o qızın kimliyini araşdırmaq istədik və hamımızın Bakı şəhərində tanıdığı Qaraçı deyirlər də onlara da, səhv etmirəmsə, Qaraçılardan biri olan bu məşhur sima idi. Gəlin bu qıza baxaq. Sonra mən sizə həm o qızın anasının, həm də öz fikirlərimi bildirəcəm. Onun anası atası onu döyür, evdən qaçır, ərə də verdilər sonra. Heç nə, pul üçün onu döyürlər. Yəni o evdən qaçmağa məcburdur. Hə, küçələrdə. Duran bizim dostumuz Nail Kəmərli olub, amma hələ o vaxtı bu qız tanınanda yazıq cildində yalancı müsahibə verərək məni zorla ailəm evləndirdi, zorla ailəm məni oğlana verdi və mənə təcavüz etdilər deyiləndə və onu bəziyib, düzüyüb, gözəlləşdirib reklam edəndə bilməli idi ki, bu qız gəzən bir siflis xəstəsi olacaq. Və mən əminəm ki, əgər bu qız yoxlanışa getsə və bunun əgər neçə oğlanlarla bunun münasibət olsa, bu qız bəlkə onlarla oğlanı xəstəliyə yoluxdurub.